Herkese salam. Bu videom essay yazmağı öyrədirəm videolarının 3-cü hissəsidir və bu videoda biz 9-cu sinif ingilis dili dərsliyində olan essay yazmaq üçün ipuçlarının izahı olacaqdır. Əvvəla qeyd etmək istəyirəm ki, əgər videoların, izahların sizin üçün faydalıdırsa, essay yazmağa az da olsa yardımı, köməyi varsa, motivasiya vermək məqsədi ilə şərh yaza və ya videonu bəyənə bilərsiniz. Öncədən təşəkkür edirəm. Deməli, 9-cu sinif dərsliyinə aid din təqdimatında yalnız bir səhifə verilibdir və bu səhifədə də bizə 3 yazı məsləhəti verilibdir. Tip məsləhət deməkdir. İndi baxaq görək, writing tips, yazı məsləhətləri. Birinci hissəsindən başlayaq. Tips for expressing your opinion. Öz fikrini ifadə etmək üçün məsləhətlər. Yəni, burada yazıcının, abituriyentin, yəni esseni yazanın fikrini ifadə etməsi üçün məsləhətlər. Use these sentence starters when you write your opinion. Fikrini yazdıqda bu cümlə başlayıcılarından istifadə et. I think that, mən belə düşünürəm ki, I strongly believe that, mən qəti şəkildə inanıram ki, in my opinion, mənim fikrimcə. Deməli, cümlələri nəydən başladıq? Əgər öz fikrimizi yazırıqsa, I think that, I strongly believe that, in my opinion. Daha sonra, whenever possible, expand your reasons with facts və deyir ki, öz səbəblərinizi faktlarla genişləndirə bilərsiniz. Yəni, fikrinizi səbəblərlə dəstəkləyə bilərsiniz. Bu belə. Sonra gəldik tips for paraphrasing. Bu bizə çox lazımlı bir qaydadır. Niyə görə? Hələ birinci və ikinci videolardan yadınızdadırsa, biz dedik ki, topic sentence və concluding sentence, baxın, birinci cümləmiz bizim essaydə, paragrafda nə olur? Topic sentence və sonuncu cümləmiz isə, bax burada, bu supporting sentence olacaqdır. Bax, bu nöqtələrin yerinə düşdük. Sonra concluding sentence olacaqdır. Concluding sentence isə yekun cümlədir. Artıq essayimizi bitirərkən yazırıq və əgər videonu sonuna qədər izləmisinizsə, o videoda demişəm ki, dönə-dönə concluding sentence, topic sentence'in eynisidir. Ancaq eynisidir dedikdə söz yox, fikir olaraq eynisidir. Yəni, mən topic sentence'də başlanğıcda verdiyim fikri concluding sentence'də yenidən təkrar edirəm, ancaq paraphrase şəklində sinonimlərdən istifadə edərək. Baxın, birinci qayda olaraq yazıbdır ki, sinonimlərdən istifadə et. Sinonimlərdən istifadə edərək. Baxın, acting on intuition can have negative results. Mənfi nəticələr, negative results. Fikir ver, artıq can have, qırmızı baxın bu hissəni, mənfi nəticələri ola bilər. Sonra onu paraphrase edibdir, yəni sinonimləri ilə veribdir. It might bring bad outcomes. İkisi də artıq eyni mənaya gəlir. Can have negative results bərabərdir might bring bad outcomes. Burada artıq paraphrase olunubdur. Eyni fikirdir, lakin fərqli sözlərlə ifadə olunubdur. Fikir olaraq eynidir. Deyir, mənfi nəticələri ola bilər. Fikir olaraq eynidir, lakin fərqli sözlərdən istifadə edibdir. Paraphrasing, deməli, dedik ki, birinci yolu use synonyms, sinonimlərdən istifadə etməkdir. Məsəl üçün, sizə paraphrase üçün sözlər deyək, bura yazaq, paraphrase üçün. Baxın, orada dedi ki, negative results, bad outcomes verə bilərik. Sonra important sözü, ən çox işlətdiyimiz important sözünü paraphrase ilə necə verə bilərik? Essential şəklində. Onun birini yazmarıq. Essential şəklində verə bilərik. Daha sonra bir böyük sözünü nə verə bilərik? Large verə bilərik. Belə. Daha sonra help, kömək etmək. Nə deyə bilərik? Help'ə assist deyə bilərik. Bunlar hamısı bizə paraphrase lazımdır. Yəni birinci şərti olaraq sinonimlərini vermək, paraphrase bildik bunu. İndi ikinci şərtinə gedirik. Şərt dedikdə, yəni yolu olaraq.
yolu olaraq parafrazi necə edə bilərəm? Sinonimlərdən istifadə edə bilərəm. İkincisi, change word order, söz sırasını dəyişə bilərəm. Söz sırası, if you don't scroll all day long, you open your body to all sorts of stress. İndi bizə paraphrase formasını veribdir. You create a stressful life. Baxın, burada deyir ki, siz bədəninizi bütün stressə açıq şəklə gətirərsiniz. Bütün günü doom scrolling, yəni bu sosial şəbəkələrdə ancaq xəbərlər oxumaqda, doom scrolling, sürüşdürərək xəbərlər oxumaq. Bədəninizi bütün növ stressə açıq edə bilərsiniz. İndi paraphrase edir. Deyir ki, you create a stressful life for yourself. Özünüz üçün stresli bir həyat qura bilərsiniz. When you don't scroll all day long. Bütün gün doom scrolling etsəniz. Bu olur söz sırasını dəyişmək. İndi məsələn bir dənə ox çəkək. Bu change word order'a aid bir dənə nümunə deyək. Oradakını deməyək, indi daha asan bir cümlə deyək. Məsələn, deyək ki, kitablar oxumaq, reading books, kitablar oxumaq, lüğət, söz bazasını, lüğət tərkibini yaxşılaşdırır. Yaxşılaşdırmaq improves vocabulary. İndi mənə deyir ki, bu cümləni paraphrase elə. İkinci üsulla paraphrase eləyəcəm. İkinci yol paraphrase nədir? Dedik ki, sözləri dəyişirik. Söz sırasını dəyişirik. İndi deyirik ki, bayaq dedik kitab oxumaq lüğəti genişləndirir, yaxşılaşdırır. İndi deyirəm ki, vocabulary, lüğət tərkibi, söz bazası improves, yaxşılaşır. When, nə zaman ki, insanlar kitab oxuyur. Nədən istifadə etdim? When-dən istifadə etdim. Baxın. Deyirəm, kitab oxumaq lüğət tərkibini genişləndirir. Sonra deyirəm, lüğət tərkibi genişlənir. Nə zaman ki, insanlar kitab oxur. Bu hərfi tərcümədir. Deyirəm, insanlar kitab oxuyanda lüğət tərkibi genişlənir. Yəni, bunu anda kimi tərcümə edəcəm. Sadəcə sizin üçün asan olsun deyə nə zaman ki şəklində tərcümə edirəm. İndi getdim üçüncü yoluna. Change your grammatical structure. Qrammatik strukturu dəyişmək, quruluşu dəyişmək. I remember acting on situation from time to time. Sonra deyir, there have been times when, fikir ver, yenə nədən istifadə edibdim? Baxın, conjunctive wordlərdən istifadə edib. Vaxt, zamanı nə ilə təyin edirdik? When ilə, nə vaxt, nə zaman ki deyirdik. İndi yaxşı, buna aid də bir nümunə özümüz çəkək. Buradan ox çıxardaq ki, bilin ki, hansına aid nümunədir. İndi bir dənə də deyək. Məsələn, qrammatik strukturu, qrammatik quruluşu dəyişməklə. Deyirəm ki, mən hər həftə sonu nənə babama baş çəkirəm. Mən baş çəkirəm nənə babama, my parents, hər həftə sonu, every weekend. İndi deyir ki, bunu paraphrase elə. Paraphrase necə eləyirdim? Burada dedi, qrammatik quruluşu dəyiş. İndi every weekend-ı əvvələ gətirirəm. Every weekend, virgül, I visit my grandparents. Sonda, məsələn, məchul, məlum çevirərək, məlumu məchula, məchulu məluma çevirərək də edə bilərik bu paraphrase. Məsələn, insanlar gərək təbiəti qorusunlar. People should protect təbiəti, nature. İndi deyirəm ki, bunu da çevirim məchula. Təbiət qorunmalıdır. İndi burada should, gərək kimi, malı məli kimi də tərcümə edə bilərsiniz. Baxın, heç bir problem yox. Ancaq bu məcburiyyət deyil də, must olduqda vacibdir, məlum, ancaq şiddə gərək, məsləhət görür, etməlisən. Nature, şimdi bunu məchula çevirirəm.
nature və burada modalımız var. Modal feillərin məhsulu modal, üstə gəl bir və participle to. Participle to da əsas feilimdən düzələcəkəm. Qaydalı olduğuna görə id ilə düzələcək. Əgər qaydası olsaydı, kökdən dəyişərdi. Üçüncü forma ilə olar. Bu belə. İndi keçdik descriptive paragraph. Demək, burada bizə nə deyir? Descriptive paragraph odur ki, describe təsvir etməkdir. Təsvir edici, təsviri paragraf var abzaslar. Writing a description like painting a picture. Bir description yazmaq nəyə bənzəyir? Nə kimidir? Painting picture, şəkil çəkmək kimidir. It provides readers with a mental picture of how something looks, feels, tastes and sounds. Bir bu oxucunu nə ilə təmin edir? Nəyinsə necə göründüyü, necə hiss etdiyi, daddığı və yaxud səsləndiyi, bunun artıq mental olaraq zehni bir rəsmini yaradırsan. Sən elə yazırsan ki, o esseni, elə təsvir edirsən ki, artıq oxucu onu oxuyarkən sanki onu gözünün önündə bir şəkil kimi görür. To write a good description, you need to pay attention to small details. Description yazmaq üçün yazarkən sən nə etməlisən? Kiçik detallara diqqət yetirməlisən. A good way to start is to think that about the place, object or a person you want to describe. Yaxşı başlamaq üçün yaxşı üsul nədir, yaxşı yol nədir? Nə barəsində düşünürsən? Həmin yeri düşünürsən, oradakı bir əşyanı, yaxud da təsvir etmək istədiyin bir şəxsi düşünürsən. Yəni, burada təsvir etmək istədiyin hissəsi təyindir. Təsvir etmək istədiyin yer, obyekt, insan. Then make a list of all the words and phrases that come into your mind. Sonra deyir, bütün sözlərdən və phraslərdən, ifadələrdən ibarət, yəni ağlına gələn ifadələrdən ibarət bir siyahı hazırlayırsan. Ağlına gələn deyəndə, yəni şəklə baxıram. Bu bilirsiniz nədir uşaqlar? 9-cu sinif imtahanında düşən, bax bu 11-ci siniflərdə istifadə olunur 100 sözlük essedə. Bax bu məsləhətlərdən, bu tipslərdən. Ancaq writing tips, descriptive paragraphs. Bu paragraf çaşdırmasın ki, sizi çaşdırmasın ki, uşaqlar, paragraf yalnızca 11-ci siniflərə aiddir. Xeyr. Paragraf, biz zaten şəkil üzrə hekayə qurduqda da, görürsünüz, biz orada baxırıq, oradakı eynilə bu həmin o üç şəkil üzrə hekayə qurmağın tərifidir. Yəni, baxırsan, sən elə yazmalısan ki, esseni. Bax, yadınıza gəlir, uşaqlar, həmişə sizə deyirdik ki, yəni biz orada özümüzdən cümlələr yaza bilmərik. Çünki balımızı kəsəcək. Niyə? Çünki biz o şəklə baxırıq, o üç şəklə baxırıq. Elə hekayə qurmalıyıq ki, oxucu, yəni marker müəllim onu oxuyanda artıq o şəklə baxmağına ehtiyac qalmasın. Elə düşünün də. Yəni, siz elə gözəllikdə yazmalısınız, elə detallarla yazmalısınız ki, onu oxuyarkən artıq yoxlayan adamın, marker müəllimin, yaxud da adi bir oxucunun gözündə artıq o şəkil canlansın. Yəni, o şəklə baxmağa ehtiyac qalmasın. Yəni, biz orada özümüzdən əlavələr edib, nəsə cümləmiz tamamlansın deyə sözlər uydurmaq, özümüzdən hansısa bir fikir ortaya atmaq ola bilməz. Gördüyümüz, şəkildə gördüyümüz detalları yazmalıyıq. İndi deyə bilərsiniz ki, müəllim, bu 100 sözlük esse izahıdır, bizə aidiyyatı yoxdur bunun. Ya da 9-cu sinif deyə bilər ki, ay müəllim, bizə aidiyyatı yoxdur, 100 sözlük essedən danışırıq. Yenə də məntiq eyni məntiqdir, uşaqlar. Paragraf, yenə eyni paragraf. Quruluşu nədən ibarətdir? Topic sentencedir yenə də. Sonra dəstəkləyici, supporting sentencelərdir. Sonra da yekun qurursan, concluding sentence. Oldu mu? Yenə də bu strukturla, bu quruluşla gedəcəyik. Bu 9-cu siniflərin şəkil üzrə hekayəsinə də aid belə videolar çəkəcəm. Hələlik bu 100 sözlük esseni tamamlayaq. Bu dərslikləri müzakirə eləyək 11-ci sinifə qədər. Ondan sonra 9-cu siniflərin şəkil üzrə hekayə qurmasına da keçəcəyik.
Deməli, burada hər şeyə təsvir edərkən nələrə diqqət edirik? Appearance, məsələn, şəkildə gördüyümüz şəxslərin xarici görünüşünü, yaxud obyektlərin rəngidir, ölçüdür, smell, qoxudur. Məsələn, şəkildə təsvir edir, tutaq ki, yemək yanıbdır, yaxud da ki, təsvir edir, aşpaz gözəl yemək bişirir, buğular çıxır yeməkdən, orada qoxunu dadlı qoxuyur, şirin qoxuyur, gül ola bilər onu. Yəni deməyin ki, ay müəllim, şəkildə mən qoxunu hardan bilim? Yəni biz təsvir edirik. Sound səs, bu şəkildə görərsən ki, kimsə qışqırır, yaxud da ki, maşın keçir, orada təsvir edir, yüksək səslə siqnal verir. Yəni bunların hamısı təsvirə girir də, yəni hamısını təsvir edə bilər. Yaxud da feelings, yadınızdadırsa, bütün şəkil təsvirlərinin axırında elə gətirib bağlayırdınız ki, xoşbəxtdir, nə bilim, şən idi, yaxud çox bədbin idi. Görsən o feelingdə hisslərini vermirsən sən onu. Bu 9-cu sinifin izahı oldu. Baxaq görək vaxtımızda varsa bir dənə yenə izah yazarıq. Esse yazarıq. Deməli, burada yenə də yekun nə oldu? Bizim paragrafımız topic sentence-dən ibarət olur. İstəyirsən 35 sözdən ibarət 3 şəklə hekayə yaz, istərsə də 100 sözlük esse yaz. Məntiq eyni məntiqdir. Paragraf yazmalısan, yəni bir abzas yazmalısan. 11-ci sinifin abzası 100 sözdən ibarət olur. Suala cavab verir. 9-cu sinifin paragrafı, abzası 35 sözdən ibarət olur. 3 dənə şəkil üzrə hekayə qurur. Məntiq eyni məntiqdir ki, biz konkret struktur bilməliyik, addımlarımızı bilməliyik ki, yəni çaşıb qalmayaq da şəklə baxarkən, yaxud esseni yazarkən. Yəni bu da belə strukturu bilməliyik. Birinci cümləmiz. Biz indi 9-cu sinifdə orada başlıqda topic sentence, supporting sentence ayırmasaq da, yenə gedişat eynidir. Giriş cümlə, birinci cümlə topic sentencedir. Bunu topic sentence kimi düşünə bilərsiniz. Şəkildə nə baş verdiyi bildirir. Sonra digər cümlələrdə orta hissədə gələnlər, hadisələrin ardıcıllığı, getdim marketə, bazarlıq elədi, evə qayıtdı. Bunlar supporting sentence kimi düşünə bilərik. Sonra da deyirik ki, yeməyi hazırladı, ailə xoşbəxt şəkildə bu artıq sənin concluding sentence'indir. Hadisə tamamlandı, nəticə. Hər kəs masa ətrafında toplaşdı, yemək yedi. Yəni bu məntiqlə düşünsək, esseni də rahatçılıqla yaza bilər. Belə. Hə, indi deyirəm ki, gəlin bir dənə esse yazaq. 100 sözlük esse yazaq. Hər videoda biz bir dənə esse yazırdıq da. Bir dənə esse yazaq. Boş yer yuxarıda olmalıydı. Ağ yer buradan yazaq. Hə. Mən birinci Azərbaycan dilində yazacağam. Aha. Biraz bunu. Mövzumuzun adı olsun. Mövzumuzun adı olsun ki, şagirdlər. Bunu mən Azərbaycan şəklinlə yazsam biraz çox vaxt edəcək, amma yenə də yazım da. Aha. Şagirdlər. Məktəbdə. Şagirdlər məktəbdə. Mobil telefonlardan istifadə etməlidir. Bu bizim Azərbaycancamız. Transkriptlərdə problem olacaqdır. Bu belə. Info ingilis dilində yazaq da. Etməlidirlər, gərək istifadə etsinlər. Should-la görəcəyik. Should, sonra mübtədam gələcəkdir. Students, sonra xəbərim gələcək. Nədir? İstifadə etmək, use. Obyektin tamamlığı nədən? Mobile phones. Harda? At school. Aklımda da sual işarəsi bir dənə bunda isə. Bu bizim oldu nəyimiz? Mövzumuzun adı. Aha, indi keçirik nəyə? Dəstə böldüm, rahat görün, baxansın. Aha, indi gəlirik uşaqlar. Nəyə? Topic sentence, mövzuya giriş verməliyəm də. Topic sentence.
Topic sentence rahat yazmağın yolu nə idi uşaqlar? Deyirdik ki, burada bizə verdiyi sualın eyni ilə cavab şəklində veririk. İndi deyirəm ki, və biz bu tiplərdən nəyi gördük? I think that, I strongly believe that, in my opinion, bu sözlərdən istifadə edək. İndi topic sentence birinci Azərbaycan dilində deyin, sonra yazın. Sonra ingilis dilinə bunu çevirək. Niyə görə belə yazıram? Sonradan düşündüm ki, siz Azərbaycan dilində gözünüzdən görün, bundan əvvəlkilərdə birbaşa tərcümə eləmişdik. Amma indi istədim yazım ki, Azərbaycan dilində gözünüzün önündə olsun. Siz videonu saxladın, tərcümə eləyin, sonra tərcümə etdiyinizi mənim yazdığımdan yoxlayın. Görün, düz yazmışsınız ki. Aha, indi deyir mənim fikrimcə şagirdlər, vergül qoya bilmirəm, şrifti dərsimdə. Mənim fikrimcə şagirdlər məktəbdə telefonlardan istifadə etməməlidir. İndi gedirəm bunu tərcümə eləmək. Şrifti dəyişir. Tərcümə eləyək indi bunu. Tərcüməsi necə olacaqdır? Birinci mənim fikrimcə sözünü yazıram. Mənim fikrimcə nə idi? In my opinion. Yaza bilsəm. Vergül. Düzəldi vergülümüz. Aha, mənim fikrimcə. Yenə birinci cümlədə quruluş nə olacaqdır? Qısqasını yazaq. Mübtəda. Xəbər. Tamamlı. Sonra zərfin gəlir, yer zərfin. Aha, indi gəlirəm bura. Halım qaldı. Şagirdlər, mübtədam yəni students, şagirdlər, bu neydi bura gəlir? Etməməlidir. Gərək etməsin. Shouldn't not. Özdə sizə dedim ki, açıq formada yazmalıyıq. Çünki akademik yazıda qısalmalarla yaza bilmərik. Shouldn't use. İndi tamamlığım gəlir. Nəyi? Mobile phones. Məsələn, buna telefons da deyə bilərik. Telefons. Yaxud da elə phones da deyə bilərik. Phones. Harda? At. Oldu mu? Bu da belə. Bu nə oldu? Bu mənim topic sentence-lərdir. Topic sentence. Belə qaralayaq. Belə qaralayaq. Aha, bu oldu mənim topic sentence. İndi gəlirəm nəyə? Dəstəkləyici cümlələrə gəlirəm. Yəni, supporting sentence-lərinə gəlirəm. 1. Supporting sentence. Birinci Azərbaycan dilində yazıram. Deyirəm ki, niyə işlətməsinlər? Deyirəm, birincisi, əvvəla, telefonlar, dərslər ərzində, görsən, şifti düzgün yaza bilmirəm, çünki Azərbaycan Latın əlifbasına keçəndə qarışdıram hərfləri. Dərs ərzində telefonlar şagirdlərin diqqətini yayındıra bilər. Bu belə. İndi deyirəm ki, necə başlayırdım. Biz cümlələri bir-birinə bağlamaqdan ötürü keçən videoda nə demişdik?
Linkli transition wordlərdən istifadə edirdik. Məsələn, firstly deyirəm ki, nələr yayındıra bilər mobil telefonlar, mübtəda mobile phones xəbərim yayındıra bilər. Bilmək nədir? Can yayındırmaq, distract kimi şagirdləri nə zaman? During lessons. İndi bir dənə də supporting sentence yazırıq. Çünki bir dənə ilə kifayətlənə bilmərik. Ən az 2 dənə olmalıdır. Qaydada nə demişdik videoda? Dedik ki, 2 və 4 arası dəyişir supporting sentenceləri. İndi ikincisi, niyə işlətməsinlər? Yəni, görsən fikrimdə demişəm ki, telefon gərək işlətməsinlər. İndi bir dənə də dəstəkləyirəm də. Yenə şrifti dəyişək. Telefon niyə işlətməsin? Bəzi şagirdlər müəllimi dinləmək əvəzinə telefonlarını yoxlayırlar, nəzərdən keçirirlər. Tərcümə edirik. Mübtədam gələcəkdir. Mübtədam nədir? Bəzi şagirdlər. Some students neynirlər? Yoxlayırlar, nəzərdən keçirirlər. Check. Nəyi? Telefonlarını. Şagird də cəmdə olduğuna görə their phones əvəzinə nə idi? Instead of dinləmək. Listening. Ay müəllim, niyə of-dan sonra biz burada instead of-dan sonra ing verdik? Çünki sözündən sonra feil ing ilə gələcəkdir. Yenə feilim listen dinləmək kimi müəllimi. To the teacher. Ay müəllim, niyə görə listen to oldu? Çünki söz önündə öyrənmişik ki, listen həmişə to ilə işlənir. Dedim mi bunu da? Görsən, ən az 2 dənə supporting sentence demişəm. İndi gəlirəm nəyə? Yekunlaşdırıram fikrimi. Concluding sentence gəlir. Yekunlaşdırıram. Concluding sentence. Deyirəm ki, yekun olaraq şagirdlər, yaxud deməli, dərsdə istifadə eləməsinlər də. Gördün, dərsə müəllimə qulaq asmırlar, fikirləri yayınır. İndi deyirəm ki, məktəbdə qulaq asmasınlar, oynamasınlar, onu evdə oynasınlar. Məktəbdən sonra şagirdlər gərək deməyək də etməlidirlər deyək. Telefonlarından yalnız məktəbdən sonra istifadə etməlidir. İndi bunu tərcümə edək. Yenə concluding sentence nə ilə başlayırdı? In conclusion, vergülünü də qoyuram, çünki bunlara da diqqət eləyəcəklər, yoxlayacaqlar. Təbii ki, bunları da tək-tək keçəcək. Hələ ki, biz strukturu bilək, esseni yazmağı bilək, cümləni quraq, ondan sonra o durğu işarələrinə də ən sonunda yekun vuracaqdır. Hələ ki, bu durğu işarələrini də indidən izah eləsək, bu tamamilə çətin olacaqdır. Yaza bilən şagird üçün, cümlə qura bilən şagird üçün heç, o başqa. Amma belə heç bilməyən, heç esse yazmayan şagird üçün ən başlıqdan durğu işarələrində izah edirsək, çox çətin gələcək. Hələ bir strukturu quraq, bu sadə cümlələri verək biz. Ondan sonra durğu işarələrində təhlil eləyəcəyik ki, nəyi necə yazmalıyıq. Şagirdlər etməlidirlər, edə bilərlər, should use. Nədən? Onların telefonları da onların dedik də, elə deyək mobile phones
istifadə edə bilərlər. Mobile phones. Yalnız only after school. Bu da oldu bizim essayimiz. İndi deməli burada biz mövzunun adını verdik, mövzu. Sonra gəldik topic sentence-ini verdim bir dənə. Sonra ikinci topic sentence-ini verdim. Topic sentence-lər nə ilə başladım? Firstly, sonra bir saniyə, orada unutmuşam secondly yazmağı. Mən niyə unutmuşam? Yaxşı ki, baxmışam. Firstly demişəm. İndi də gəldim burada secondly deyirəm. Secondly, virgül, onda sam balaca hərflə yazacağam. Güzel. Sonra. Görürsən, supporting sentence yenə də secondly. Sonra gəlir concluding sentence gəlir. O da nə ilə başladı? In conclusion-la başladı. Bu da belə. Videonu bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Təbii ki, sizin üçün faydalı olduğunu düşünürsünüzsə.